Hər vaxtınız xeyir xanımlar. Demək ki, aylıq bazarlığa getmişdim. İstədim çəkim sizinlə də bölüşüm, nələr almışam. Belə göstərdim. Bir neçə marketdən alışveriş eləmişəm, sonra bazardan. Amma bəzi şeylər də var ki, onları da alacağım. Demək, birinci kimyəvilərdən başlayaq. Acı almışım 2 dənə. Tabii ki, bu aldığım alışveriş bizi hardasa bir ay yarım falan görür də. Həmişə ona görə həmişə 2 dənə alıram. Bəzi şey xlor mən biraz çox işlədim. Sonra 2 dənə pingvin paket. Bunlar biraz qalın görsən bir gözünü. Qalınlar daha yaxşı olur. Sonra bu duş geli, şampun. Sonra belə bir rənglilər üçün böyük 5 kiloluq paraşok. 3 dənə salfetka, yəqin ki salfetka hamıda belədir, dəhşət çox tez qutarır. Sonra bu Domestos'un əvəzinə alıram bunu. Eyni, demək olar ki eynidir. Keyfiyyət bax, yəni heç bir fərq görmürəm. Amma ki, həqiqətən də qiymət dağlar qədər fərq var. Bunu 1 manat 60 qəpiyə alma. Bunu da Ferinin əvəzinə. Çünki onlar dəhşət bahalaşıblar deyə artıq. Aslında bundan da 2 dənə almışdım. Sonra 2 dənə Pimalux. Bu salfetka da əladır. Böyükdür, belə qəşəng, rahatdır. Bu da buradadır. Ferinin əvəzinə aldığım 2 dənə də bundan almışam. 2 alanda nədənsə öyrəşmişəm deyə rahat edirəm də. Bilirəm ki, arxayın orada var da, mən aylıq bazarlığım geciksə də bunlar çatır yəni. 2 dənə də belə qubqa aldım. Sonra bundan yenə 2 dənə. Həqiqətən xəstəlik kimidir, hər şeydən 2 dənə almaq. Bu da yağlı kağız, içinə açıb baxmadım da. Bax, bunlar belə, bu qədər. Sonra belə bir persol aldım. Bundan ilk dəfə də alıram. Nəsə belə xoşuma gəldi. Həmişə o üstü xoruzda olandan alıram. İllərdir yəni. İlk dəfə də bundan alıram. Belə uşaqlar əlini silsin deyə. Salfetka. Onsuz olmaz. Sonra belə zip paketi aldım. Bir kış hazırlığı falan eləyəndə pomidor, biber falan almışım. Onları marazelkaya, yəni bunlarda qoyanda yaxşıdır. Bunlar biraz qalın olur deyə iyini keçirmir xladilnikə. Və limon duzu almışım. Belə mayonez. Sonra bunu da ilk dəfə də aldım. Nəsə bunu görəndə ürəyimə bulyonlu toyuq supu düşdü. Sonra vanil. Burada da var imiş kimyəvi şeylərdən. Yəni bu balzam. Sonra vanil biraz çox aldım. Bu aralar vareniya pişirirəm, mürəbbə pişirirəm. Mürəbbiyə də qatıram mən şeydən, vanildən. Sonra mərci. Tərəvəzlərə gedir. Sarımsaq. Tuz. Kalbası aldım. Böyle bir şey. Bir tane de bundan. İnanın ki benim en sevmediğim alışveriş bu kalpası alışverişi ve konfettir. Çünkü özüm çok seven değilim diye hansını alacağım onu da bilmirəm. Həmişə elə rastgele götürürəm. Bu undakı xanımlar mən həmişə xəngəldə, yəni gürcü xəngəldə, pelemenidir və yaxud vəbşədə xəngəl bişirirəmsə sırf bundan bişirirəm.
bununla qətiyyən dağılmır da. Yəni bu un yoxdursa, bu bir də karmin. Karmini nəsə axır vaxt tapmaq çətin olur. Ya bu ya karmin olmasa demək olar ki, yəni bişirmirəm mən xəngəl. Sonra belə meyvəli kəsmik şor. Bir də belə sadə şor duzlu. Bir də bunlar da çox ləzzətli olur həqiqətən. Yəni diyetdə falan olan düzdür, faizi çoxdur, amma faizi az da olan heç bir dadı olmur deyilə. Yəni bundan istifadə edin. Sonra ketçup. Rolton. Burada da var ondan. Arada kızım sevir dinliyor bunu. Şimdi bundan aldım. Güzel. Şimdi feta. Sonra böyle çörək aldım özümə. Mən qara çörək xoş istəyirəm. Belə də çipsidir, kukuruz. Bu çipsini də üzü qızım açdı. Tadına baxdı. Şimdi konfetler. Buna konfet demək olmaz. Bunlardan çox almışdım. Artıq video çəkənə kimi provetlik yedik. Bu da əladır. Çox sivir, dəhşətli, ağız dəriyir. Amma şokolad sevənlər üçün mən şokolad çox sevmirəm deyə. Yəni belə də. Amma dəhşət sivirdir. Amma buna vəbşi bayıldım. Həqiqətən çox ləzzətlidir. Belə yumuşaq, həm də sivirdir deyə ləzzət edir. Sumaq. Sonra belə bir konfet. Bunu xoş deyirlər. Dediyim kimi çox konfet sevən deyirlər. Belə. Bir də belə bir şey aldım. Bunları bilirəm, sevirlər. Bu üçün bundan hep bilmirəm, sevirlər necə, hani götürdüm mən. Sonra böyle bir çay aldım. Birində buradadır. Bunları qarışdırıram mı? Mən bak 2-3 dənə çay qarışdırıram. Biri də oradadır. Əvvəlcədən almışdım. Ben de qarışdırdım. Sonra kızım bunu istemişti. Gel. Yine bir tomat. Sonra burada elə bir şey almışam ben. Pitsini almışam. Pitsini var. 5 kilolukdur da bu. Bunu almışam İran məhsullar satılan yerdə, amma Rusiyanın da yubileyi. Bunu çox xoş deyirlər deyə daha mən də elə 5 kiloluk aldım bu səfər. Sonra belə bir yağ aldım. Çünkü qış üçün hazırlıq edəndə, yəni ehtiyac olacaq çox, ona görə 5 litr aldım. Və şirniyyatlara falan ancaq bundan istifadə edirəm. Dediyim kimi xəngələ makva istifadə edirəm və yaxud da ki doymaq nədir? Yəni ki bizim karmeni tapmasam bundan, amma şirniyyata bu. Yəni açıq un alıb risk etmirəm, yalan nə deyim. Sonra belə qoyardım. Burada başqa nə var? Dərmanlar almışım. Burada artıq ət məhsullarıdır. Mən bunları o tərəfə yığım. Yavaş belə limon. Sonra ət məhsullarına bu toyuq bu dibidir. Toyuq almıram mən. Ancaq belə. Bu da qanadıdır. Bu sinəsidir. En çok bizde yani yeyilən bu sinədir də.
Yəni toyuq sinəsi olmasa sup filan pişirsəm yemirlər baxıram. Bizdə bu da bu yarılı. Sonra qaldı burada elə bir ki biber. Qırmızı biberdə bunu doğrayıb qoyuram marazilikə artıq. Avqustun axırları, sentyabrın əvvəlləri marazilikdə üçün şey eləyirəm. Hazırlıq. Qışda rahat olur. Markov, soğan. Burada da soğan var. Bu isə yaşıl biberdir. Bunu həm elə indi istifadə etmək üçün, həm də ki yenə doğrayıb qızına qatmaq üçün. Maşallah bu boyda. İndi burada mənim qalıb hələlik demək ətim. Ət qalıb. Ondan sonra bir də qalıb Holland pendiri alacaqdım. Mən istifadə etdiyim firmanı tapa bilmədim. Bu 3-4 marketdə. İndi bilməm, başqa yerdə bəlkə var gedib. Onu da almasam, başqasını alıram. Onu da yiyəndə həmişə narahatçılıq eləyirlər ki, yəni narazı olurlar ki, bu dadlı deyil, o birisi yaxşı idi. Ona görə də risk edib başqasını da almadım. İndi gələn dəfə gedib, daha doğrusu sabahda falan gedib onları da alacağım. Ondan sonra öyle hazırlayıb qoyuram. Bir ay yarım filan çox rahat olanda, ay yarıma çatanda artıq bilirsiniz necə olur. Pomidor, biber, yumurta, qatıq süd qutarır. Yəni qalan hər bir şey həqiqətən ay yarımdan, bəzi şeylər də var ki 2 aya filan da çox görür. Və onun elədir ki, sən bütün günü unlu bir şey bişirmirsən ki, arada da. Şor filan, zavtrak şeyləri qutarır bəzən belə. Yəni amma ay yarım çox rahat oluram da. Hələ məndə var idi makaron filan, keçən ay çox almışdım. Ona görə almadım. Düyü var idi. Yəni ki, plovluq düyü və yaxud da ki, yumru düyü, qriçka, bunlar var idi deyib bunları almadım. Ki, xarab olmasın. Ona görə ən əsas şeyləri aldım. Sonunda belə yığdım. Hamısını bunlar axıra kimi getmirlər. Arkada salfetkaları. Sonra paraşoku yerləşdirdim. Sabunları da ora koydum. Salfetka falan. Hepsi böyle. Şu böyle rahat. Bir şey. Əminəm ki, amma mənim kimi belə xloru dəhşət istifadə edəndir. Əvvəl vapşı çox istifadə edirdim. Sonra biraz qorxdum çünki yəni mən dedilər ki, astım xəstəliyi olur bu xlordan filan. Ona görə biraz çəkinərək istifadə edirəm. Əvvəlki qədər də yox. Əvvəl lap belə, nə bilim, bir aya neçə dənəsini istifadə edirdim. Xlor, acı, sonra başqa vasitələr də vardı. Hələ indi yağ çözücü var, nəminə. Onlar da. İndi biraz əvvələ nisbətən daha belə təmkinlə istifadə edirəm.